Salam, 27 sentyabr əsas verilişimizi təqdim edirəm. Nyu-Yorkda Mehriban Əliyevanın mısmırığı niyə yerindən sürünürdü? Əliyevlə orada nəyin mübahisəsini aparıbdı? Mehriban Əliyeva Azərbaycana İlham Əliyevlə niyə birgə qayıtmayıb? Gəncədə, Yevlaxda Əliyev bir sıra açılışlarda iştirak edib və ən əsası bugün müharibənin başlamasının ilk günü, anım günü 27 sentyabrda Gəncədə Gəncə Memorial abidəsinin qarşısında İlham Əliyevlə Mehriban Əliyeva niyə birgə olmayıbdı? Çox mötəbər, əsas bir gündə Mehriban Əliyeva niyə ərinin yanında yoxdur? Axı bir neçə gün öncə Nyu-Yorkda post-post şəkillər paylaşırdılar. Birgə idilər, bəs niyə birgə qayıtmayıblar? Əliyev qızlarını niyə Nyu-Yorka aparmışdı? Eləcə də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının tədbirində Əliyevin çıxışı zamanı niyə əksər dövlətlərin dövlət başçıları və iştirakçılar zalı tərk edib? İlham Əliyevə etiraz idimi bu? Hamısını sizə göstərəcəm. Bu verilişdə danışılanları başqa yerdə eşitməyəcəksiniz. Xahiş edirəm sona qədər qulaq asın. Çox ciddi məlumatlar var. Bəyənin videonu və paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Və eləcə də İlham Əliyevin BMT-də çıxışını və yalanlarını sizə göstərəcəm. Mən yoruldum, onun yalanlarını, xarici ölkələrdə Azərbaycan xalqı haqqında danışdığı yalanları yoruldum sizə göstərməyə, bu haqda danışmağa. Bəlkə də siz də artıq yorulmuşsunuz İlham Əliyevin yalanlarını dinləməyə. Mehriban Əliyevanın İlham Əliyevlə BMT-nin tədbiri çərçivəsində həm zalda, müxtəlif zallarda olduğu zaman aralarındakı soyuqluq, eləcə də oteldə gecələdikləri, qaldıqları zaman aralarındakı soyuqluq prezidentin, mühafizə xidmətinin işçiləri tərəfindən də sezilibdir. Azad Sözə sızdırılan məlumatda bildirilib ki, hətta İlham Əliyev Mehriban Əliyeva ilə oteldə, eyni otaqda, eyni apartmanda qalmayıb, ayrı-ayrı yerlərdə 3 gün gecələyiblər və ən axırda da biz bu günləri İlham Əliyevi Gəncədə, Yevlaxda gördük. Ən əsası da Gəncədə 27 sentyabr anım günündə Mehriban Əliyeva onun yanında olmadı. Bəs Mehriban Əliyevanı İlham Əliyevdən incik salan səbəb nədir? Ehtimallar ondan ibarətdir. Bu çox güclü bir ehtimaldır. Çünki arada milyardlar var. Mehriban Əliyevanın öz mənafeyi, eləcə də klan mənafeyi var. O da Adnan Əhmədzadədir. Adnan Əhmədzadənin həbsi bildiyiniz kimi İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfər çərçivəsində baş verib. Yəni ondan 1-2 gün öncə baş veribdi və bu həbsdə qaçılmaz olubdu. Çünki Rusiya xüsusi xidmət orqanlarında belə bir məlumat olub ki, artıq Rusiyanın marağıdır ki, Adnan Əhmədzadəni Rusiyada olduğu zaman həbs etsin və onu ya Avropaya təhvil versin və yaxud da özündə saxlasın və onda olan bilgiləri alsın. Və bu xəbər, bu məlumat Rusiyanın FSB-sinin əməkdaşları tərəfindən sızdırılıbdır. Prezidentin mühafizə xidmətinin rəhbəri general-mayor Fərid Əsgərova, çünki aralarında çox sıx münasibətlər var. Fərid Əsgərovla FSB-nin bəzi əməkdaşları tərəfindən. Yəni onlar bildiriblər ki, bizim hökumət bu adamı tutacaqdır. Çalışın özünüz tutun və tutub onu danışdıracaq və yaxud da ki, onu elə Avropaya təhvil verəcəkdir. Çünki onu artıq Avropa istəyir. Ona görə də özünüz tutun və ona görə də Adnan Əhmədzadənin həbsi qaçılmaz olub, Azərbaycanda tutublar. Və bu ərəfədə İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfər edibdi və bildirim ki, Mehriban Əliyeva Adnan Əhmədzadə həbs olunan zaman Azərbaycanda olmayıb. Yəni İlham Əliyev belə görsənir ki, Bakıdan Londona uçubdu və həmən vaxtı Mehriban Əliyeva da Londonda olubdu. Çünki mən xəbər vermişdim və sübutu da göstərmişdim ki, 5 sentyabr tarixində
İlham Əliyev, Mehriban Əliyeva ilə birgə Bodruma uçubdu. Və görsənir ki, Əliyev Bodrumdan qayıtdıqdan sonra Azərbaycana biz onu da gördük, amma Mehriban Əliyevanı yenə yanında görməli. Görsənir ki, Mehriban Əliyeva həmən ərəfədə Bodrumdan da Londona uçubdu, hansısa işləri və yaxud da dediyim kimi Leyla Əliyevanın təzə ərindən olan nəvələri ilə birgə vaxt keçirmək üçünmü? Da bunu Allah bilir, bir də ki, özləri bilir. Amma bu görünür ki, onlar 22 sentyabrda Londonda birgə uçublar Amerika Birləşmiş Ştatlarına. Və ondan sonra da onun qızları da ayrıca bir təyyarə ilə Amerika Birləşmiş Ştatlarına uçublar və Leyla və Arzu Əliyevanı da siz Birləşmiş Ştatlarda da gördünüz. İndi ona da toxunacağıq ki, Leyla və Arzu Əliyevanın orada nə işi var idi. Qaydaq Mehriban Əliyevanın mısmırığının yerlə sallanmasına nəyi mübahisə edirdilər? Bəli, Adan Əhmədzadə bildirdiyim kimi Mehriban Əliyevanın klanına yaxın olan bir milyarder olubdu. Bu öz başına iş adamı deyil. Ona tapşırıblar ki, bu qara işləri sən gör və bu pullar, bu bizneslər güya sənin adındadır. Amma Mehriban Əliyevanın klanı bunun arxasındadır. Əsas sahibləri də odur. Və görsənir ki, narahatçılıq və soyuqluq aralarında buna görə olub və Mehriban Əliyeva Adnan Əhmədzadənin həbsdən azad olunmasını istəyir və ona qarşı olan təzyiqlərin dayandırılmasını istəyir. Çünki baxın, Altay Həsənovun yaxını olan məhz Orxan Sultanov, məhz deyək ki, Maliyyə naziri, İdman naziri Fərid Qayıbov və sair şəxslər, Sokarda Mikayıl Cabbarov Müşahidə Şurasının sədridir, Rövşən Nəcəf, bax bunları illərdir Adnan Əhmədzadə yedizdiribdir və nə tapşırılıb onu da yerinə yetiribdir və bu da sırf Mehriban Əliyevanın klanı olubdur və aralarındakı soyuqluğun ehtimalı da məhz bundan ibarətdir. Çox şəkillərdə bunu görə bilərsiniz və hətta sizə indi qarşıda başqa bir şəkildə göstərəcəm. Baxın, bu şəkildə, birinci bu şəkilə baxın, yəni İlham Əliyev sanki onun bir könlünü almağa çalışır bu tədbir zamanı. Və burada artıq ayaq üstədirlər, fasilə elan olunubdur BMT-nin tədbirində və əlini Mehriban Əliyevanın əlinin üstünə qoyur və könlünü almağa çalışır. Bu mısmırığını sallama, biz beynəlxalq tədbirdəyik, bütün dünya bizə baxır, səhərsi gün Tural Sadıqlı bu şəkilləri qoyacaq və qoyuram da indi və bu haqda danışacaq, könlünü alıbdır. Sizə indi başqa bir şəkillərdə göstərəcəm. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla şəkilləri var. Baxın, Melania Trump gülür, gülümsüyür, gözəl bir poz verir. İlham Əliyev də həmçinin, Trump da həmçinin, amma Mehriban Əliyevanın sifəti yenə sallanıb. Bəziləriniz deyə bilərsiniz və haqlısınız ki, Mehriban xanım axı gülə bilmir, bu fakt da var. Axı o plastik əməliyyatlardan, sifətinin dartılmasından, özünü dartmasından o qədər əziyyət çəkir ki, həkim ona gülməyə qadağan edib. Həmçinin də ki, gülmək istəsə belə gülə bilmir. Sifətinin o cırılıb parçalanar əgər görsə. Bunu da istədim ki, deyim sizə. Keçək digər bir məsələyə. İlham Əliyev BMT-nin tədbirində çıxışı zamanı zalda oturanlar çıxıb, tərk edib oranı. Baxın, bu İlham Əliyevin oturduğu zaldır, başqaları danışır və başqaları hamı əksəriyyət olduğu zaman zal gördüyünüz kimi doludur. Elə deyilmi? Zal doludur, zalı bütöv uzaqdan şəkillərini də sizə göstərəcəm dəyərli dostlar. Baxın, zal doludur, bütün masalarda, stullarda oturublar, baxın, görürsünüz. Amma İlham Əliyevə gələndə stullar boşalacaq, seyr elənəcək. Baxın, doludur, digər prezidentlər danışır və masalar doludur. Bu faktdır. Bu Azərbaycan üçün utancdır. İndi İlham Əliyev çıxış eləyir. Gördüyünüz kimi Mehriban Əliyeva oturubdur. Onun köməkçisi Hikmət Hacıyeva oturubdur. Xarici İşlər naziri oturubdur Ceyhun Bayramov. Onların da arxasında Leyla və Arzu Əliyeva oturubdur. İlham Əliyev yoxdur. Hardadır? Kürsüdədir, tribunadadır. İndi onu da sizə göstərəcəm. Və bu vaxtı zal boşdur.
Bu Azərbaycan üçün utanc deyilmi? Baxın görürsünüz, zal boşdur. Və özü də Azərbaycan nümayəndə heyətini görün harda otuzdurublar. Ən səviyyəsiz yerlərdən birində. Və hətta arxadakı stullarda cırıqlar var. Baxın, Ceyhun Bayramovdan sonrakı, yox ondan sonrakı stulun arxasının cırıqlığına baxın. Yəni, bu yerdə oturan dövlətlər Afrikanın ən geridə qalmış dövlətləri və sair ən geridə qalmış dünyada ən etibar olunmayan ölkələrdir. Və Azərbaycan nümayəndə heyəti də orada əyləşibdir. Stulda siz cırıqlığı gördünüzmü? Bilmirəm, bəlkə Mehriban xanımın da oturduğu stulda cırıqlıq var, sadəcə oturub deyə görə bilmirik. Bəs İlham Əliyev nə danışıbdı? Onu da indi sizə göstərəcəm. Yalanlar danışıbdı. Yalanların içərisində nə var? Azərbaycanda 5% işsizlik var, yoxsulluq var. Hansı ki, Amerika Birləşmiş Ştatlarında, hansı ki, Almaniyada, Böyük Britaniyada 4-5% arası işsizlik rəsmi şəkildə elan olunub, dünya da bunu belə qəbul edir. İlham Əliyev Azərbaycanı bu ölkələrlə müqayisə edib deyib ki, bizdə də 5%-lıqdır yoxsulluq. Biz inkişaf edirik, bəs da dəmdəstgahdır. Özünüz baxın, nələr danışıb. Və xahiş edirəm, bəyənməyənlər yayımı bəyənin, paylaşın. Mühüm iqtisadi artıma nail olub. Yoxsulluğun və işsizliyin tarixi minimum həddə 5%-ə endirilməsi ölkəmizin daha bir nailiyyətidir. Bu yaxınlarda iki aparıcı beynəlxalq reyting agentliyi Moody's və Fitch Azərbaycanın reytingini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5%-ni təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır. Fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Hətta Azərbaycan başqa ölkələrə yardım göstərir, aman Allah. Öz vətəndaşım bəs, küçələrdə işsizlikdən əziyyət çəkənlər, qul bazarlarında olanlar, bəs onlar... Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər iyanə edib və maliyyələşdirib. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Yəni ki, bizim daxili işlərimizə qarışmayın. Deməyin ki, niyə uğurluyorsunuz, deməyin ki, vətəndaşlarınızı niyə əzirsiniz, insan haqlarından, azad seçkidən və sairlərindən başqa ölkələr, beynəlxalq təşkilatlar bizə dərs keçməsinlər, Azərbaycan vətəndaşını istədiyimiz kimi qoyun əzək, alaq və sataq, sizlə ticarətimizi davam etdirək. Bizim prinsipimiz budur, deyir İlham Əliyev. Dəyərli dostlar, İlham Əliyev bu çıxışı edən zaman dediyim kimi, baxın, zalda insanlar çıxıbdır. Zalın 3/4, elə bil ki, deyək ki, 100 nəfər zalda adam olubsa, onun 75-i. Təsəvvür eləyin, 200 nəfər zalda adam olubsa, onun 150 nəfəri zalı tərk eləyibdir. Məhz bilirlər də kimə hörmət eləmək lazımdır. Azərbaycan prezidenti hər dəfəsində Birləşmiş Millətlər Təşkilatında gəlib tədbirində iştirak eləyir və yalanlar danışır. Və buna görə də zalın xeyli hissəsi oranı tərk eləyibdir. Mən sizə şəkilləri də göstərdim. Baxın, əvvəl və başqa prezidentlər çıxış edən zaman dolu olur. Hər masa, hər stul doludur.
bu elə uzaqdan çəkilməyib və İlham Əliyevin öz səhifəsindən götürülübdür bu. Mən yalan danışmıram, keçən illər də göstərmirəm, amma bu ildir İlham Əliyevin öz səhifəsindən götürülüb, Facebook səhifəsində paylaşılıb bu şəkillər. Bax, Əliyev isə yoxdur burada, çünki tribunada çıxış eləyir, zal isə boşdur. Bilmirəm, bunlar başlarını soxublar, dəvəquşu kimi torpağın altına, arxaları çöldədir, deyirlər ki, heç kəs bizi görmür. Arxanız çöldədir, görür sizi. Nə paylaşırsınız, elə özünüzü ifşa eləyirsiniz. Dəyərli dostlar, gələyin İlham Əliyevin qızlarının Amerika Birləşmiş Ştatlarında, New Yorkda olmasının səbəbini. Gəlin ona keçmədən öncə bu şəkili göstərim sizə. Bu şəkili Leyla Əliyevə özü paylaşıbdır. Yəqin ki, qaldıqları otelin qarşısındandır. Uşaqları, oğulları və Emin Ağalovdur. Bax, oğullarını niyə ora aparıb? Niyə Leyla və Arzu Əliyevanı ora aparıbdır? Səbəbi var, ha. Səbəbi var, dəyərli dostlar. Çoxları bu məsələni bilmirlər. Mən sizə səbəbini sübutlarla göstərəcəm. Və həmçinin Emin Ağalarov. Və xüsusilə də bu çox lağ obyektinə çevrildi. Fikir versəz, Leyla Əliyeva şəp-şəplə, yəni hamam şəpti ilə bu kollektiv şəkildə gəlib iştirak edibdir. Şəpti də biraz yaxından sizə göstərəm. Deyərsiniz, yox, hamam şəptidir. Bu mod bir ayaqqabıdır, nədir? Baxın, bu hamam şəptidir. Allah görürsünüz, yəni bunlara sərvət verib, amma övladlarını bədbəxt eləyibdir. Ağlı başından alıbdır. Yəni özü də ki, New Yorkda da hava artıq biraz soyubdur. Şəpit nədir ümumiyyətlə? Bilmirəm, gülüm. Dəyərli dostlar, yəqin siz də belə biraz təəccüb içindəsiniz ki, belə bir mötəbər tədbirdə iştirak və özü də bunu paylaşır və ayıb deyil, buna şəpitdir. Yəni şəpitin iş yeridir. Hamamdasan, yoxsa hamamdan səni zorundan çıxardıblar ki, gəl burada şəkil çəkdirəcəksən. İlham Əliyev üçün bu utanc deyil. Bir atasını fikirləşmir. Bir atası Azərbaycanı fikirləşmir. Bu lağ obyektinə çevriləcəkdir. Bunun ümumiyyətlə yan yörəsində bir başpapaqlı kişi varmı? Bir başı çalmalı bir qadın varmı? Başa salsın ki, biz prezident ailəsiyik. Bu hamam şəptinlərdir geyinib gəlib. Hətta bunu sən paylaşırsan. Ay Leyla xanım, bunu bir paylaşmayın. Bir bunu tövsiyə edən varmı? Tövsiyə etsin. Ha, burada şəpit geyinmisiniz axı. Çünki bu hər şəkili öz Instagram səhifəsində paylaşmır ki. Yəni bunun da Instagram səhifəsini işlədənlər var. Qaydaq İlham Əliyevin tribunada etdiyi başqa məsələlərə və niyə qızlarını özü ilə gətiribdir və qızları niyə bəs 27 sentyabr anım günündə İbizaya niyə qayıdıblar? Kef əyləncə məclislərinə Aralıq dənizində İspaniyaya məxsus olan İbiza adasına əylənməyə niyə gediblər? Bilənlər bilir İbiza nə üçündür? İbiza adasına adətən niyə gedirlər? Bax, bu Leyla və Arzu Əliyevanın təyyarəsidir. Təyyarəsi gəlib düşür İbizaya. Aman Allah, bizləri bunlar mı idarə edir? Gəlin, mən sizə İlham Əliyevin qızlarını ora aparmasının səbəbini izah edeyim, dəyərli dostlar. Baxın, İlham Əliyev Birləşmiş Millətlər Təşkilatında əsasən məhz biznes marağına görə gedibdir. Biznesinə görə gedib. Baxın, dəyərli dostlar, Əliyev orada əsas kimlərlə görüşübdür? Baxın, New Yorkda Brookfield şirkətinin baş icraçı direktoru ilə görüşüb, biznesə gedib və qızlarını da buna görə gətiribdir. İkinci, Əliyev kimdən görüşübdür? New Yorkda Blackstone şirkətinin prezidenti və baş əməliyyat direktoru ilə görüşübdür. Ares Management investisiya şirkətinin həm təsisçisi və baş icraçı direktoru ilə görüşübdür. Digər, indi şəklə baxın siz. İlham Əliyev New Yorkda Global Infrastructure Partners şirkətinin təsisçisi ilə görüşübdür. Eləcə də Franklin Templeton şirkətinin baş icraçı direktoru ilə görüşübdür və qızlarını da ona görə aparıb Amerika Birləşmiş Ştatlarına. Bu şirkət rəhbərləri dünyaya çoxlu avadanlıqlar satırlar və bu avadanlıqlar da elə-belə getmir. Transport, nəqliyyat lazımdır. İlham Əliyevin xüsusilə
qızlarına məxsus olan Silkway West şirkəti, hansı ki bu avia şirkətdir, təyyarələr dövlətin hesabına öz qızlarının şirkətinə təyyarələr alıbdır ki, müxtəlif dövlətlərdə olan şirkətlərin avadanlıqlarını güya münasib qiymətə daşımaçılığı ilə məşğul olsun. Milyardlarla pul gətirir. Baxın, İlham Əliyevin bu çıxışına da baxın. Bu çıxışında özü sübut edəcək. Şərq, qərb və şimal-cənub dəhlizləri kimi bağlantı layihələri ölkəmizdən keçir. 2022-ci ildən bəri orta dəhlizlə yük daşımalarda təqribən 90% artımın şahidi olmuşuq. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı, Tbilisi, Qars dəmir yolu, 9 Beynəlxalq Hava Limanı, regionun ən böyük yük daşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirir. Dünyada indi ən çox pul gətirən, ən gəlirli sahə yük daşımaçılığıdır. Əliyev baxın bundan danışır. Ələtdə, yaxın deyir illərdə, ildə 25 milyon ton yük daşımaya malik olacaq. Və həmçinin Ələtdə, qarşıda hava limanı olacaqdır. Yaxın illərdə artıq tikilibdir, sona çatdırılır. Və diqqət etdinizmi? Regionun ən böyük avia şirkəti deyir. Regionun ən böyük yük daşıma avia şirkəti Silkway West şirkətidir. İlham Əliyevin qızlarınındır. Diqqət edin, İlham Əliyev hansı tarixi qeyd etdi? 2022-ci ili. 2022-ci ildə Silkway-in gəlirlərinin illik gəliri 2022-dən artıq 2025-ə indiyənə kimi növbəti ildə 2023-də 3 dəfə artıbdır. Sonra 4 dəfə artıbdır. Bax, Əliyevin qızlarının şirkəti artıbdır. Əliyev dövlətin büdcəsindən Amerika Birləşmiş Ştatlarından neçə dənə Boeing təyyarələri, yük daşımaq üçün təyyarələr alıb və verib qızlarının ixtiyarına. Və Əliyev gəlib bu BMT-nin tədbiri çərçivəsində bu şirkətlərin rəhbərləri ilə görüşür və dövlət adından danışıqlar aparır və bildirir ki, bizim şirkətlər var, bu şirkətlərlə əməkdaşlıq eləyin və qarantı da, zəmanəti də bizik, dövlətik, mənəm İlham Əliyevdir. Və amma onlara demir ki, mənim qızım sahibləridir və yaxud da deyir onlar üçün nə fərqi? Onlar pul qazanırlar. Və qarant olur ki, mən qarant oluram. Çünki bu qızlarının şirkətləridir. Sizin avadanlıqlarınızı, sizin materiallarınızı, sizin mallarınızı mənim qızımın şirkətləri daşıyacaqdır. Bax, əsas budur. Baxın, 2022-ci ildə İlham Əliyev bir neçə ölkəyə getdi. Diqqət edin, hansı ölkəyə gedibsə və o ölkədə qızlarını aparıbsa, bilin ki, o ölkədə qızları üçün bizneslərinə görə aparıbdır. Çinə getdi, qızlarını apardı və orada qızları Çinin şirkətləri ilə, avia şirkətləri onların mallarını daşımaq üçün müqavilələr imzaladı. İlham Əliyev ilk dəfə Vyetnama getdi və orada qızlarını da apardı. Ondan sonra Silkway West şirkəti elan etdi ki, bizim Vyetnamla əməkdaşlığımız yarandı. Bakı, Hanoy, yəni Vyetnamın paytaxtına həftədə neçə dəfə gediş-gəlişlər yarandı. İlham Əliyevin qızları Səudiyyə Ərəbistanından gediş-gəlişləri neçə dəfə oldu və sonra ortaya çıxdı ki, Səudiyyə Ərəbistanının Dammam şəhərinə həftədə 2 dəfə Silkway West şirkəti yük aparır, yük gətirir. Yəni, Əliyev dövlətin zəmanətini verir qızlarının ixtiyarına. Bu, dövlət idarəçiliyinə etik olmayan hərəkətlərdir. Bu, korrupsiyadır, bu uğurluqdur, bu cinayətlərdir və bunu da İlham Əliyev edir. Mən dedim ki, dəyərli dostlar, siz bunları biləsiniz. Bax, sizə sübutlarını da göstərdim. Siz bəzi şeyləri bəlkə də görmürsünüz, bilmirsiniz, yəni və yaxud da sezmirsiniz, bu dərinliyə getmirsiniz. İlham Əliyev gedib də toya gedib elə bil ki, ailə üzvlərini də aparıb. Belə deyil. Bizneslərinə görə aparıbdır. Və Əliyevin heç BMT umurunda deyildi. Əvvəlki illərdə neçə dəfə getməyibdi Birləşmiş Millətlər Təşkilatına, Azərbaycanın haqq sözünü orada desin. Niyə getmirdi? Bax, indi bu əsasən dövlət başçıları ilə görüşlər keçirmək əvəzinə
Azərbaycanla həmin ölkələrin o siyasi dayanışmasını, siyasi belə deyək də müqavilələr imzalamaq əvəzinə qızları üçün ticarət müqavilələri imzalayıb. Bəs yaxşı da sizin xarici siyasətiniz gözəldir. Siz hamı ilə alış-verişdəsiniz və bu prinsipi əldə tutmusunuz. Hamı ilə biznes eləyirsiniz. Neft satırsınız, qaz alırsınız, avadanlıqlar daşıyırsınız. Yaxşı, bu indi varlı olmalıyıq da biz. Azərbaycan deməli, Azərbaycan da İlham Əliyev yox. Deməli, Azərbaycan biznes bir dövlətidir də. Bəs bunun xalqı, vətəndaşı niyə kasıb yaşayır? Az maaş alır, minimum həmə haqqı belə kasıb pulu vermək puludur, hə? Deməli siz bu biznesləri aparırsınız da, ailəniz aparır da. Bu yaraşmaz axı, bu olmaz axı, bu ayıbdır axı. Dəyərli dostlar, sizə bunları danışmırdılar, danışmayacaqlar da. Mənim də borcum odur ki, bax bunlara sizə danışım olduğu kimi və xahiş edirəm ki, haqqını da verin kanalımızın və danışığımızın yayımı da bəyənməmisinizsə, Azad Söz kanalını da başqalarına tövsiyə edin, yaxınlarınıza, dostlarınıza, tanışlarınıza və Azad Sözü izləyin ki, gerçəklərə həmişə yaxın olasınız. Salamat qalın.